Mesela kostyum, orada kostyum koyaram ki, onlar 5 milyon, ya kostyum olar ki, onlar 500 manat. Amma ala bilsin. Ben Amma orada ala biləcək. stabil qiymət qoymaram heç vaxt. Şivaki ki var ya, o dükkanlar var ya, Ha, elə market. Nədir onun adı? Elsivak. Elsivayk, ha. O Elsivayk bahalı da var orada. Ucuz da var orada. Amma ucuz kateqoriyadır. Yəni bahalı orada nə qədər bahalı ola bilər? 100 Bizə manat, gələn 150 ucuz manat. kateqoriyadır. Onun məsələn bizə mən neçə vaxt Almaniyada giyinirdim. Düzdür, bunu buradan kəsərsiniz, reklam verməyin onlara. Problem yox, Almaniyada Niyə bir şey verirsiniz deyil. ki? Onlar sənə reklam vermək istəyirlər, nə reklam verirsiniz? Armaniya brendi ya, o reklam deyil. Hə. Orada məsəl üçün Azərbaycana gələn hissələrində məsələn kostyumların elə bahalıları var ki orada. O Azərbaycana gəlmir. Görürsünüz, Razı. Dolce Armani, Emporio Armani, Exchange. Armani Exchange. Ha. Yəni 3 cürdür. Mən də onu eləyərdim də. Yəni o da bir film adı. Mən də çalışardım ki, həm ucuz olsun, həm bahalı olsun, hamı ala bilsin. Çünki mənim kütləmin arasında elə insanlar var ki, yəni çox imkanları var. Çox, həddən artıq çox. Tək Allah başlarından döysün.